Buyurun. Buyurun. Burada tezgah varmış. Çok garibi yok. Güzel güzel. Geldi çattı. Piyanyer Teşkilatı'nın 40 yıllığına hasredilmiş tentaneli gece. Piyanierler Sarayı'nın musiki ve reks derneklerinin iştirakıyla konser. Sirk artistleri Piyanierler Sarayı'nda. Kırmızı bayrakları getir. Bu saat. Lampaları düzelt orada. İşiniz neçe gedir uşaqlar? La teyla. Çok yaxşı. Eldar! Buradayam Reşit. Bu saat çırağbanı yoxlayırıq. Şəhidlər elektrik xəttindən az. Bu saat açaram Reşit. Peçə, başla. Burada buradan aç. Biraz Yok mentyorsuz olmaz. Gelin onu gözleyek. Niye gözleyek? Özüm bacararam. Vaxt azdır. Orada bir şey səhv salmamısan ki? Mən səhv salaram. Mən hər şeyi əsli mankör kimi bilirəm. Lovğa adamdan heç xoşum gəlmir. Lovğa kimdir? Kim olacaq Eldar? Səninlə nə danışım? Rəşid, ver işığı. Bu saat! Dikkat! Hayır, fişəklər niyə yanır? Baxın, görürsünüz. Ne olur? Güneşli! Ora bak, ora bak! Baydarın işidir. Axı nə var? Burada məftun. Nə məftun? Əriyib yapışıb, qoparda bilmirəm. Sən onu açmışsın ki! Açmışdım ama onu külək yenə də yapışdırıb. Bu da mankörmüş, küleyi yapıştırıb. İndi biz şənsi neyinəcək? Hələ lovğalanırdı da, hər şeyi asıl mankör kimi bilirəm. Fərsiz. Şəkər körlədi, biyabır oldu. Uşaqlar, ora baxın, xalq artisti Mövsün Ağayev gəlir. Salam uşaqlar. Salam. Şəhərləriniz qiyamətdir, ancaq niyə onları gündüz yandırırsınız? Təqsir ondadır. Versin də, xoş gəlmişsin. Mən bura tək gəlməmişəm, mənimlə başqa bir qonaq da gəlib. Qonaq? Kim? O kimdir? Məşhur sehirbaz İo Çio. Yok ki o, yok ki o. Bəli. Bəs o adı? Ben buradayım. Salam, aziz dostlarım. Salam. Piyoner Teşkilatı'nın 40 illiği münasibətiyle Moskva piyonerleri, siz Azerbaycan piyonerlerini təbrik edir ve hamınıza derslerinizden müvəffəqiyyətlər arzu edirlər. Sağ olun. Bu da onların size gönderdiği hediyeler. Bakın. Götür. Bak bu senin. Bu da senin. Bu da senin. Al. Bu da senin. Bu da senin. Al. Sizde Reşit Mirzoyev kimdir? Mənəm. Sen, Yuri Şişkin Moskvadan sana hediye gönderip. Nə hediyə? Bu saat görersen. Ha? Bu fanarı Yuri özü gayırıp. Çox sağ olun. Orada çalan kimdir? Yok yok baba, sarayımızda meşk edir. Meşk edip, bu çok maraqlıdır. Bakmak istəyirəm. Güzel sarayınız varmış. Yok yok baba, özümüz bezenmişik. Özünü? Kıyamet kılıncı oynadılar.
dostlarım, bu misilsiz tamaşadır. Sizin maharetiniz hakkında bütün piyanerler için danışacağım. Sağ olun balaca dostlarım, siz beni çok sevindirdiniz. Herçənd piyaner için biraz kocayam, ama bu bayramı sizinle geçireceğim. Yakıyor baba, Fox'u göstereceksin. Elbette göstereceğim Bəsnəcə. Benim dostlarım, siz xoşbaxt zamanda yaşayırsınız. Belə bir şən həyatı keçmişdə uşaqlar yalnız xəyallarına gətirə bilərdilər. Əsrlərlə hökmdar xanların məskəni olan sarayda gənc piyanerlər yubiley bayramı keçirirlər. Bu misilsizdir. Əgər o xanlardan biri indi bu dəmdəstgahı görsəydi, hirsindən gömgö göyərərdi. Yok, o bu kovuk gibi patlardı. Hani? Bir de. Ha? Bir TL. Hani? Bir de. Ha? Hani? Uşaqlar, hələlik dərsli. Getirin uşaqlar. Götürün. Yaxşı bak. Uşaqlar ona bak. Bura koy bura. Ya ora bak. Ha, uşaqlar, xalatım xoşunuza gəlir. Belə xalat mən muzeydə görmüşəm. Səhv eləyirsən, bu cür xalat bütün dünyada tapılmaz. Bu lap qəşəng xalatdır. Gözgü, yok ol. Axı bu xalatda nə var ki? O, eğer bilseydim bu xalatda necə sehirli qüvvə var. Sehirli qüvvə? Sehirlidir. Yakıyor baba, xahiş ederim söyle. Yok, bu böyük bir sırrıdır. Biz onu heç kimə demərik. Piyanir sözü veririk. Ha, piyaner sözü, elə isə razıyam fındıq boru. Kulaq asın. Asrımızdan çok uzak zamanlarda bu halatı Hindistan'dan meşhur cadugar Bıkara'da getirmiş. Bu adı eşitmişsiniz? Yok. O büyük cadugar 1000 kilometre uzaktan görüp eşitirmiş. Axı bu necə ola bilər? O zaman ne telefon ne de televizor vardı. Doğrudan ha, o bunu nece bacarırmış? Dayan. Axı Bıkara da cadugerdi. Bu ise az şey değil. Ha, başa düşürəm. Siz benim fikrimi azdırmak istiyorsunuz? Yok. Yok koca olsa da zehrini o kadar itirmeyip ki siz onu yersiz suallarınızla çaştırabilirsiniz. Baxız, xalatın yaşıl üzündə gümüş balıq, qırmızı üzündə isə qızıl balıq var. Sehirli qüvvə də elə bu balıqlardadır. Əgər xalatın yaşıl üzünü geyib, bu tilsimi oxusanız, Ayravana Chandrika, Chitrakuta İşvara. Xalat sizi o saat keçmiş zamana aparar. Sonra isə tilsimi tərsinə oxuyan kimi xalat sizi dərhal yenə də zamanımıza qaytarar. Bəs xalatın o bir üzündəki qızıl balıq nə üçündür? Gələcəyə getmək üçün. Əgər xalatın qızıl balıqlı qırmızı üzünü geyib bu tilsimli sözləri desəm, Amaravati Chandrika, Kintamani İşvara. Xalat səni gələcəyə aparar. Necə maraqlıdır. Gələcəkdən qayıtmaq üçünsə haman bu tilsimi də tərsinə oxumaq lazım. Elə şey ola bilməz, Yakıyor baba. Siz bizə nağıl danışırsınız. Hə, nağıl deyirsən, al özün yoxla. Piyanir və seyirli xalat. Axı bu lap gülməlidir. Gülməlidir. Bəlkə sən qorxursan ha, gizlətmə. Yox, mən qorxmuram. Elə isə al gey. Xalatın içində o itib batar. Ay, qocalıq yaman şeydir. Yadımdan çıxdı deyim ki, siyahata getmək üçün bu sehirli xalatı kim geysə, xalat eyninə münasib gələr. O deməli ölsüz. Görünür elədir. İndi sən sehirli xalatda səyahata getmək üçün hər şeyi bilirsən. Amma unutma ki, sehirli xalat adamı keçmişə və ya gələcəyə yalnız bir dəfə aparıb gətirə bilər. Yox, bu xalatın üstündə lap 100 dənə balıq olsa da adamı o keçmişə və gələcəyə apara bilməz. Boş sözdür, indi sübut elərəm. Ola bilir ki biz balaca uşağıq. Lap sənin elimə tikilib ki. Baxın. Ayravana Chandrika, Chitrakuta İşvara. Hürmetli Han
Həzrətləri, Xan? 1000 fərsəx yol keçib, Yoxsa mən doğrudan da... hüzurunuzda baş əymiş, uzaq ölkədən gələn tacirlər, xan həzrətlərinə mərhəmət istəyirlər. Qulaq asıram. Mərhəmətli xan, uzaq Xarəzmdən karvanla gələn tacirlər El kimi çapı, dəvə kimi yorulmaq bilməyən, ceylan kimi gözəl, səmən dadı həşəmətli xandan qəbul etməyi xahiş edirlər. Belə xahişi həmişə yerinə yetirməyə hazıram. Ata baxmaq istəyirəm. Buyurun. Əla! Tacirlərə bütün bazarlarınızda alver etməyə izin verirəm. Kudretli Han Hazretleri! Kudretli Han Hazretleri! Köyün 7. katında müşteri, keyvan, mürnih, uteride ve nahid ulduzları taht-ı saltanat için tehlikeli vaziyette asılı kalmışlar. Kül benim başıma, dilim söz tutmuyor. Mənə qarşı təhlükə var. Elədir hökmüdar. Ulduzlar göyde dehşetli hadiseler gösterir. Ölüm, ölüm hadisesi. Bəsdir! Telaş etme han! Bak Süleyman peygamberden kalmış bir tilsimde 777 efsun yazır. Bunlar büyük hükmüdarı, bütün belalardan hifzeder. Düşmanlarını ise taun, veba ve ishal hastalıklarından müptela ederler. Bu barədə baş vəzirin fikri nədir? Qudretli xan sağ olsun. Mən fikir dəryasına qərq olub düşünürdüm ki, xan həzrətlərinin düşməninin əli ilə atılan ox sarayın divarını aşıb, pəncərədən içəri girib, xanın oturduğu yerə sancılsa, bu balacalıqda tilsim, bu boyda oxun qabağını necə saxlaya bilər? Böyük hökmdar, vəfalı nökərləri geçib ağlar koymamak için emret, kim cesaret edip saraya yakınlaşsa derhal başını kessinler. Onda taht-ı səltənətin hiçbir tehlikeye düşar olmaz. Serdar! Deyilenleri emret. Boş! Ardımca! Yaxşı məsləhətinə görə ən am alacaqsan. Tacirlər gedə bilərlər. Böyük hökmüdar, sen heç keyfini pozma. Bir nəfər düşməni azad bırakmaqdansa, 1000 nəfər təsirsiz adamın başını kestirmək heç də günah değil. Köç içeri yaramaz koca. Bırakın bizi, bizim hiçbir günahımız yoktur. Bırak bizi, bırak! Bizi hara aparırsın? Bırak! Babacan, baba! Babacan! Budur, eşidilmez cinayetlere cesaret eden kabarmış kul. Cinayetlerini sayın. Ədalətli xan əvvəla o saray bağçasına girib. İkinci o murdar nəfəsiylə bağçanın havasını zəhərləyib. Üçüncü o çirkli çarıqlarıyla saray bağçasının torbağını tapdalayıb. Dördüncü... Kifayettir. Sen ne məqsədlə benim sarayıma yaxınlaşırdın? Ədalətli xan, 50 ildir ki mən bu yolla her gün sarayın yanından keçib işe gedirəm. İndiyə kimi mənə deyən olmayıb ki, buradan keçmək olmaz. Ha, deməli sen boynumu alırsan ki, saraya qəsdən yaxınlaşırdın. Mən saraya yaxınlaşmırdım xan, yanından keçirdim. Sus! Özünü axmaqlığa koyma. Yanından keçmək, yaxınlaşmaq ikisi de birdir. Eğer taksirin olmasaydı, gözeççilerim seni tutmazdı. Bu böhtandır xan, mənim heç bir günahım yoxdur. Eşidirsiniz, bu hayasız koca yalandan deyir ki, benim hiçbir günahım yoktur. Yok, babam yalan demir, o düz deyir. Bak bunlar yalan deyirlər. Kes sesini! Yalancı kocanı atın zindana! Amandır xan, axı mənim günahım yoxdur. Nəvələrimə yazığın gəlsin. Arxayın ol, nevelerinin kaygısına kalan tapular, hazinedar. Üçünde kul edip aparsak, Xan, adamın vicdanı olmalıdır.
Sen xana ders öğretirsen? Cellat, kes dilini! Zülm etmek, şer atmak murdar sifətlərdir. Üstünde atın belaylar parçalasın! Lənətə gələsən! Dalım xan səni cinlərin qədəmi... Bu kocanın kardeşidir. Senin ne ihtiyarın var? Cemaat! Bulduzların gösterdiği beladır. Sen elə bilirsən zülmünün qabağını alan tapılmaz? Donuzun biri donuz! Ne? Donuz? Korkmayın! Baba, bundan sonra siz azadsınız. Korkmayın uşaqlar, indi heç kəs sizə toxunmağa cürət etməz. Ey mərhəmətli cin! Bax səyir. Ey göydən gələn mələk! Baba, səhv edirsən, mən oğlanam, piyanerəm. Ey oğlan piyoner! Sən bizi ölümdən xilas etdin. Əgər sən bəni Adəmsən, adını de ki, biz həmişə sənin üçün Allaha dua edək. Lazım deyil Hə. baba, gedək sizi yola salım. Hə, gedək. Piyanar? O kimdir? Hardandır? Piyanar, Ah! piyanar şüphesiz ifrit veya cin adıdır. Haklısın. Yoksa o zalim onu hükümdara öz sarayında demezdi ki o... Donuzdur! Kes sesini! Allah'ın hoşuna gelmeyen heyvanın adını çekme! Eğer bu piyalar ifrittirse, korkuram bundan da pis hadise baş verir. Day bundan da pis ne olabilir? Görünür bu piyanar doğrudan da cindir. Belki de cinlerin padişahıdır. O istese bizi ite, eşeğe veyahut kurbağaya döndürür. Onda biz hükümdarımızı necemet ederiz. Ahı biz ona hüreriz veyahut guruldarız. Belki o. Bak sen indiden uyursan ki. Ölürəm. Belki o hanı donuza döndü. Yok yok! Mene ne değiller desinler ama onu göndermesinler. Yani niye? Neye? Ona da, o murdar heyvana. Allah eləmesin, Allah eləmesin. Allah eylemesin. Buraya gel, buraya gel. Bu piyanar şüphesiz nöker mökerin tarafını saklıyor. Onu saraydan bırakmak olmaz. Vezir, gel onu bırak ayten. Belki bu işi babaş vezir görsün. Yok yok, böyle mühim işlerde büyük hükümdarımız sana daha çok ümit bağlıyor. Vezir, sen git. Baş üstə. O koca köpek. Yakın gelin. Biz bilmeliyiz ki, bu piyanar bura ne maksede gelin. Artına sıksın tanışın ya. Düzdür büyük hükümdar, uzun değil, başa bela getirer. Hoş gelmişsen, sefa getirmişsen, yar cin, qədəmin mübarek. Xan həzrətləri gəlir. Onu canla başla karşılayın. Çəkilin. Ya Mehdi sahibi zaman! Adamlarına kurban. Bax, belə. Siz neydiniz? Ya sultan Belə. Siz kurbanınız olun. Bu ne işte? Dedemlerine kurban, ey melek! Öpün, öpün. Ya cinler padişahı. Mən cinlər padişahıyam. Bunu kim dedi? Mən adi bir piyanerəm. Nece? Adı bir kenar, besifrit değilsen. Əlbəttə yox. Ha? Sende cadı kuvveti yoktu. Mən cadugar deyiləm. Mən... Tutun! Tutun onu! Bu yaramaz uşağın büyüyüp kim olacağını düşünende adamın tükleri biz olur. Ya o bölmeyecek. Cellat! Tez olun! Tutun! Tez olun! Tutun!
Gözle göçmüş yapar. Sakin olun vezirler. Niye mübahiş eğilirsiniz? Baş vezir olduğum kadar mənə çatmalı. Sesini koca kiyaftan. Öğlerin vardı piyanarın dalınca özün gedeydin. Sen mənə Baktılar sen. Siz neredesiniz? Ha? Ne var? Ne olur? Dayanın! Seherli halatı cırarsınız! Kan Hazretleri, bu yaramaz uşaq deyir ki, bu halat sehirlidir. Sehirlidir. Ha. Onu buraya ver görün. De görün bu halat senin için hardem ve bunun neyi sehirlidir? Onun sırrını hiç bak bilmeyeceksin. Ben bilmeyeceğim. Serdar. Açın ellerini. Ora bak. Kaça düştün? Ben hiç de demeyeceğim. Gelliyin. Bir. İki. İki yarım. Bir de iki yarım. Koyun onu yere. Piyanar, mənə yazığın gelsin. Gel bu sırrı mənə aç. Yoksa kan boynumu vurdurar. Demeyeceğim. Demeyeceksen, ona bundan da ağır işkence vermek lazımdır. Büyük hükmüdar, emret boynumu vursunlar. Razıyam. Teki canım bu piyanarın elinden kurtarsın. O ölümden de korkmur. Heresini öğrenmem sen. Onu buraya getirin. Açın ellerini. Piyanar, gel sen bana bunun sırrını aç. Ben sana büyük bir enam vereyim. Hazinedar, bir ikisi kızıl getir. Yani dolu ikisi ha? Ha, ağız bağız dolu. Yok, iki kişe. Koy piyanar sakavetimizi görsün. Başta. Piyanar, görürüm sen akıllı yoklarsan. Ha, piyanar. Ben hiç ne demeyeceğim. Yandırın halatı. Dayanın, yandırmayın. Diyerem, hamısını diyerem. Han, bu halatın köməyi ilə əfsanəvi ölkələrə səyahat edib, sayısız hesapsız sərvət gətirmək olar. Halatı giyib, bu əfsanı oxumaq lazımdır. Çitrakuta, çitrakuta. Yox, qoy onlar uzağa çəkilsinlər. Yoxsa onlar halatın sirrini bilib, onu oğruyarlar. Heç onlara inanmaq olar. Bir onların sifətinə bax. Görmürsən tülkü kimi qulaqlarını şəkləyib, gözlərini halata necə zilləyiblər? Ha, düz deyirsən. Çəkilin kenara. Çitrakudav, bestalsı necədir, ha? İtin! Ha, İndi mənim sözlərimi təkrar et. Çitrakuta, çitrakuta, işvara. çitrakudav, Yox əşi. Çitrakuta, çitrakuta, işvara. çitrakudav işvərə. Ayravana... Eyravana yedirik. Yox Ayravana, Chandrika. Ayravana, çandırkə. Uşaqlar! Gözünüz üstündə olsun, halata gizledib gəlirəm. Uşaqlar, bir baxın, Rəşid özüylə təzə bir artist gətirib. Bu molladır. Yox, molla deyil. Görmürsən əlində necə bahalı paltar var? Uşaqlar, bu yəqin klondur. Səlim, indi o bizə fokus göstərəcək, bax. İstəyirsən? Klon əmi, bizə fokus göstərəcəksin. Ne? Fox nedir? Sizi benim sarayıma kim bırakır? Ey ferdaşlar! Serdar tutun bunları! Tutun! Artık belə olar, adam laf qorxur. Yox, uşaqlar, bu artist deyil, bu doğurçu xandır. Doğurçu xan? Bizə sən gələk gəlmə. Rəşid,
De görüm bunu hansı tiyatrdan getirmişsən? Yox, Petya, bu doğrudan da doğrucu xandır. Mən onu keçmişdən getirmişəm. Başa düşürsünüz, keçmişdən. Ferraşlar, Serdar, tutun bunları, tutun! Benim vefalı vezir vekilim hardasın? Sizi Aha. hükümdar çağırır. Oyun belə olar, Görün gözləri necə qanla dolub, boynu necə qızarıb. Vekilim nökerlerim. Onlar hara dağılıp gedibler. Ola bilmez ki bu bir deste yaramam uşaktan korkup kaçırlar. Daha yere vəzir vəkilini axtarma. Onlar hamısı geçmişdə qalmış. Bir daha bizim ölkəmizdə görünməyəcəklər. Kes sesini! Kan harda nökerlerdi orada? Beni var bıraksam yaramam. Hey, özlü yaxşı apar bizim sarayımızda. Sizin sarayınızda o harda sizin oldu. Ben ki onu size bağışlamamışım. Onu sənsiz də bizə bağışlayırlar. İndi biz özümüz buranın xanıyıq. Siz avam ve bir savat bunlar. Ay yazıklar. Hiç olmasa barmak hesabını öğrenin. Ben hele elifbanı demirəm. Bu laf geridə qalmışındandır ki, indi bütün uşaqlarımız məktəbdə oxuyur. Bütün uşaklar mektepte okuyurlar. Qızlar da hep. Sen o kadar yalan falan danıştın ki, eğer bu saat sarayımda yokçular mübasit geçilseydi, sen şüphesiz galip gelerdin. Ben de seni sarayın boş telhe ederdim. Onda sen de benim şu dumbul çalıp şillak atardın. Bak böyle. Canım bırakın. Senin kümelere zamanımızda yer yoktu. Neresi gelsin siz zamanınız? Perverdigara, niçin ben bu kurumuş dilimden çıtrak udav diye bu piyanarın toruna düştüm. İndi taht-ı seltenetimde rahat oturmuştum. Vezir vekilim de bana baş eğildi. Hakikaten sakin ol, al su iç. He? Size şimdi icazı verin benim sarayımda eski üskü yasasın. Çağırdın! İşlersiniz mi çağırdın! Çağırdın bu sadıkları! Tez olun! Çağırdın diyelim size! Çağırdın! Ah! Öyle! Öyle! Bu neydi uşaqlar? Gel oğlum nədir? Bu ne bir abırçılıqdır? Milsoner! 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 Öyle! Günahım diyelim size! Ha? Ferraş! Tut bunları! Milsoner emi, o bizim bezerlerimizi kırır. Eşeği dışarıda tut bunları sazındılar! Vətəndaş, haykü salmayın. Sənədlərinizi təqdim edin. Ne? Sənədlərinizi deyirəm. Ha. Buyur. Süleyman Peygamber'in öz desti hattıyla yazılmıştır. Harda daimi yazılmısınız? Vətəndaş, bu nə tapmacadır mənə verdiniz? Nə başı var, nə ayağı. Milsoner emi, axı burada heç nə yazılmayıb. Vətəndaş, gedək milis idarəsinə. Vətəndaş, nə oldu? Doğrudan xan necə oldu? Hara qaçdı? O vətəndaş deyil. Bəs kimdir? Xandır. Hansı xan? Əsl qədimdən qalma xan. Onu Rəşid keçmişdən getirir. Hə. Hansı keçmişdən? Onu biz özümüz də bilmirik. Ola bilər 300 il bundan qabaq, ola bilər 500 il. Nə? Nə dedin? Siz mənimlə zarafat edirsiniz, məni ələ salırsınız. Böyüyünüz kimdir? Mən, Familiyam, Mirzoev, adım, Rəşid. protokol yazıb, valideyninizi çağırarıq. Mən vəzifə başındayam, mənim üçün burada sırf düzəldirsiniz. Bir abırçılıqdır. Militsioner çox acıqlandı. Cavabını necə verəcəyik? Axı biz nə pis iş görmüşük. Gəlin tez xanı tutaq. Ay tuttu sana! Unutmayın ki sarayında bir izliyor var! Eşitdiniz? Xan bizi anladı. Biz gərək onu tutaq. Uşaqlar, saray və parka axtarmalıyıq. Bu gizli yolları tapmalıyıq. Gedək xan axtaraq. Qaç bizim dəstənin uşaqlarını çağır. Birlikdə xanı tez taparıq. Lənətə gəlmiş
vermişler. Gör benim sarayımı ne köke salım. Meşrin həyətini axtarın. Axtarın, axtarın. Mən sizə göstərərəm sarayımda necə ağalıq etmək olar. Bəlkə gedib, xanı mən özüm tutum. Dikkat! Dikkat! Danışır sarayımızın radyo kavşağı. Uşaklar, han kaçıp hardasa gizlenir. Hamınız onu aktarın. Hamınız onu aktarın. Hanım başmağı? Haine bak! Sarayı patlatmak istiyormuş! Aha! Bırak beni! Bırak diyorum sana! Hilegar Türk işkarı sıktı. Ama özü yok şişkar oldu. Biz kimiz? Ben seni tike edeceğim. Ahılar da gizlenebilir. Reşit, bütün parkı gezip aktardık. Ağaçların altını, kolları yokladık. Xandan bir eser tapmadık. Ha, orada da tapmadık. Eleyse sarayda gizlenip. Gelin. Biliriz uşaqlar, gəl bağları xan görüb aramızı pozmayaq. O çox uzağa getməz. Arif haklıdır. Birazdan Peti uşaqlarla gelir. Onda biz onu tez tutarız. Gidelim. Peki hele gelmemişti. Yok hele gelmeyeyim. Rəşid, bəs xalatı neyniyək? Yok ki, o baba gəlib onu aparacaq. Amma gələcəyə getmək nə yaxşı olardı. Gəl uşaqlardan birini gələcəyə göndərək. Kimi gönderek? Eldarı. Zarifeni. Yok Reşid'i. Arif'i. Yok uşaklar. Gelseniz Reşid'i gönderek. O bizim tecrübeli seyyah. Düzdür Reşid'i. Reşid, öğren gör geleceğe futbol oynayırlar. Axı bu kimə lazımdır? Sen azarkeş değilsen. Reşid, bir sualım da var. Öz-özünə balık tutan qırmaq tapsan, hamımız üçün alarsan. Bir bağlı ovçusuna bax. Bir de ki, Qoy başqaları da danışsın. bir de
Gör orada elə dərs kitabı var ki, adam onu əlinə alan kimi dərsini əzbər bilsin. Mənə elə kitab lazımdır. Başa düşürəm, tənbəllər üçün dərs kitabı. Rəşid, mənim də sualım var. Görə Səidə. Gör orada nə cür konfetlər var. Ey konfet, bundan vacib suallar var. Mənə elə bu vacibdir. Şirniyyatçı olmaq. Yaxşı, yaz. Rəşid, düymə boyda radio qəbul edici Transistorlu olsun. Səhər-səhər Pionerski Zorkaya qulaq asmaq istəsən, düyməni bas, buyur qulaq as. Oynamaq istəsən musiqini tut, kendin istəyən qədər oyna. Rəşid, bir balaca şişə qoy dərmanı gətir. Eləsini ki, bir damcısını alma ağacına vuran kimi alma qarpız boyda olsun. Mən də ondan bir qaşıq içib pəhləvan olaram. Sonra bir barmağımla hamımızı yıxaram. Mən bir iki qaşıq içib sənə belə bir çırpma vuraram ki, sən bağa xorocarsın. Yox Rəşid, sən gəl bir dənə süni hava qayran maşın gətir. O nə üçündür? Necə nə üçün? Yayda buz üstə kanki sürmək istəsən, maşını qoy cibinə, get dənizə, düyməni bas, su donub buz olsun. Sür ki sürəsən, əgər çimmək istəsən, bir də bas, buz əriyib su olsun, çim ki çiməsən. Uşaqlar, köməyə gəlin! Bu peygamber səsidir! Uşaqlar, köməyə gəlin, köməyə! Tez olun, bura gəlin! O sırayı patlatmaq istəyir! Burada olmalıdır! Uşaqlar, bura gəlin! Nə qəza? Bilirsiniz, başıma bir fikir gəlib. Ona hiylə gəlmək lazımdır. Gəlin taxçanın qabağına məftul çəkək, top buraxaq, xan qapıdan çıxan kimi... Lap qiyamət fikirdir! Gəlin, şərqdə bağlayaq! Elektrik zəngidə! Gedək! Budur Əlimdən qaça bilməzsən! Uşaqlar, tez olun! Aha, yaxşı düşdü sərəyə. Uşaqlar, qorxmayın, məndə fənər var! Odur, qaçın!
Ah, Vay şeytan arabası! Ey acayip şey mürükuş! Allah hatırına beni kanatlarına al, ölsen sen etmem ben! Vay! Çin! Çin! Hiç başa düşmürəm. Necə olur ki, elə şişmandan am kimi qaçır. Qoy qaçsın, uzağa gedə bilməyəcək. Hele ki Fərraş tut, Səlvat, kes başını. Onu tutub yan bilirsin dersini, ya da ki dəlxanaya apararlar. Yaxşı haramzada, bir de düşersen elime. Uşaqlar, Rəşid Seyidi qalatı gətirdi. Rəşid, dilisi unutmamısan ki. Bu nə sözdür? Onu mən zərb cədvəli kimi əzbərləmişəm. Demir görək. Amaravati, Chandrika. Amravati Çandrika. Kintamani, Şvara. Düzdür. Kintamani iş var, ayca. Rəşid az qalmışdı yadından çıxsın, al bu aparatı. Doludur. Lap doludur. Sağ ol. Halat iste kaytarım yok. Ben bu saat bu halatla geleceğe gideceğim. Orada vefalı vezir vekilim de yanıma çağırıp tezeden tahta çıkacağım. Sen aklını bilirsen. Bes emrevati şandrike sence ne demektir? Uşaqlar, o aksiyonu bilir. Tez nərdivan getirin. Saatı ver. Bu saat ver saatı. Yol verin. Hepsi bu da nərdivan. Gelme diyeyim sana. İndi bu saat seni eli senin suçunu ileri de yerim. Gel saklayın. Yakın gelme diyeyim sana. Yakın gelme. Şandrik amravati yok. Amravati şandrik. Uşaqlar, kan geleceği uçtu. Tez ol Reşit, tez ol. Tez ol. Amaravati, Chandrika. Kintamani, İşvara. Halata ne oldu? Yoksa harap olur. Verin ben giyeyim. Amaravati, Chandrika. Kintamani, İşvara. Halata ne olur? Hiç ne? İndi ver mən giyim. Al giy. Amaravati, Chandrika. Kintamani, Şvara. Yine de hiçbir şey. Dayan. Yadındadır iyi öküyor baba ne dedi? Halat adamı yalnız bir defa geçmişe ve bir defa da geleceğe aparabilir. Doğrudur. Han uçtu, halat da öz seyirli qüvvəsini itirdi. Belki han hiç geleceğe gitmeyip. Axı halat burada qalır. Siz halatı zorla dartıb saxladığınıza göre o burada qalır. Amma ildırım, göy gürültüsü onu gösterir ki han geleceğe gedib. Bəs indi necə olacaq? Bu ne iştir gördüm? Bu ne iştir? Uşaqlar, mən neylədim? Bütün taksirlər məndədir. Təkcə məndədir. Bu nedir görürüm? Sen ağlayırsa, Yok yok baba, bütün taksirlər məndədir. axın neynəmisən? Biz heç cür xanı tuta bilmədik. Dayan. Sen ne danışırsan? Burada xan hardandır? Mən onu keçmişdən gətirmişəm. Niye? Sarayı ona qaytarmaq üçün? Yok, mən istəyirdim uşaqlara diri xanı göstərim. ay, bəs sən bilmirdin ki, xan hiyləgər və zalimdir? Kaş halatı mən sizə verməyeydim.
İyi ki o baba. Geleceğin adamlarına necə xəbər verək? Axı xan onlara zülm eləyər. Başlarını gezdirər. İyi ki o baba. Rica ederim. Bize kömək edin. Yaxşı, səbr edin, razıyam. Mən xalatı yenə də seyirlədə bilərəm. Ancaq bilin ki, bundan sonra kim xalatda səyahətə getsə, başına böyük fəlakət gələr. Necə fəlakət? Bunu heç kəs deyə bilməz. Özüm Samet, rica edirəm, sentimi əvəz edəsiniz. Başla. Amaravati, Amaravati, Chandrika, Kintamani, Kintamani, İşvara. Ha, indi bu xalat yenə də sehirlidir. Kim bu xalatda səyahət etmək istəyir? Mən istəyirəm. Mən də istəyirəm. Mən də istəyirəm. Mən də. Yox uşaqlar. Razı olmaram ki, mənim təqsirima görə yoldaşlarım cavab versin. Mən özüm gələcəyəm. Haqlısan Rəşid. Əsli piyoner, bax, belə olmalıdır. Al. Amaravati, Amaravati, Chandrika, Kintamani, Kintamani, İşvara. Xalata nə olub? Yok yok baba, xalat işləmir. Qəribədir. Bu xalata nə oldu? Deyin görüm xan, kök idi. Bəli, köküdür. Laf möhsündən kimi. Hey! Ay, bu böyük bədbaxtlıqdır. Ne olub ki? Xan ağırlığıyla xalatın sehirli qüvvəsini aparıb, Ay ay ay! onu yenidən sehirli etmək üçün Rəşiddən başqa bir qız uşağı da lazımdır. Mən uçaram. Zərfə, sənin necə qəhrəman və cəsarətli qız olduğunu ölkəmizin bütün piyonerləri biləcək. Zərifə. Sağ olun. Sağ olun uşaqlar. Gəlin sağ olun. Sağ ol. Bunu bizden geleceğin piyonerlerine veresin. Amaravati, Amaravati, Chandrika, Kintamani, Kintamani, İşvara. Belki bu yuxudur. Yok yok. Rəşid, gör bizim saray necə dəyişib. Əlbəttə, axı biz gələcəkdik. Bax, texnika belə olar. Bunun nəyi heyrətlidir? Işığı da, səsi də adi fotoelement verir. Sovet ordusu döyüşçüsünün Böyük Vətən müharibəsi dövründəki paltarı və silahı. Pionerlərin düzəltdikləri planer modelləri. Bu ki mənim modelimdir. Bax, qanadında imzam da var. Gör sənin modelin hara gəlib çıxıb. Şərqdə qadınlar üzlərini gizlətmək üçün əsrlər boyu başlarına örtdükləri çadıra və rübənd. Mənim nənəm də belə çadır örtürdü. Mənim də böyük nənəm 8 martda çadrasını yandırmışdı. Pionerlərin 20-ci əsrdəki paltarları. Bura bax, paltarlarımız muzeydə qoyulub. Dikkat, dikkat! Danışır yer kürəsi, danışır yer Bax, kürəsi. bunu çəkmək lazım. Mikrofonumuz mərkəzi kosmodromda qoyulmuşdu. Bugün kosmik sarayda Güneş Sistemi Planetləri Genel Təşkilatlarının bədii öz fəaliyyət dərnəkləri böyük konsert verəcəklər. Uşaqlar, xanı kim görmür? Mən də görmürəm. Mən də görürəm. Gəlin dalınca. Xan, Olmaya biz gecikmişik. indi bəsləyirik. Gəlin, gəlin.
Görəsən nə olacaq? Ben zamanının büyük hükümdarı Esedullah Han İbni Ferezullah Han İbni Emrullah Han Mağrib'den Meşrik'e uzanan bu Uşaqlar inanmayın xana, o sağlamdır. O istəyir təzədən feodal dövrü yaratsın. Sen ne danışırsan? Ve kılıncımın Ne gücüyle durmusuz? bulmuşum. Qorxmayın, tutun xanı. İnanın mənə. O hiləgərdir, o bura bizim əlimizdən qaçıb. Sənə nə olur? Heç muzeydə olmamısan? Bax, bu avtomat kukladır. Yaxın gəl, özün dəstəyi çevir. Dəstəyi tərsinə çevirmişsən. 73 nömrəli eksponat. Avtomat kukla, orta əsrlərin feodal xanı. Mühəndis heykəltəraş Bəhruz Əsgərovun işi. Avtomat kukla. Bəs həqiqi xananı? Hə, elə bunun kimi. Amma diri xan. Diri xan? Hə, diri. Başa düşürəm. Uşaqlar, bunlar teatrla muzeyi qarışıq salıblar. Bunlar bağ oldu, teatr əvəzində çaşıb muzeye giriblər. Heç də çaşmamışıq, xan hardasa buralarda olmalıdır. Aydındır. Xan yalnız keçmişə qayıda bilər. Başa salın görün, siz kimi axtarırsınız? Biz heç kəsi axtarmırıq. Sənin adı nədir? Rəşid. Bəs sənin, Zərifə, bunu bizim piyaniler gönderir. Teşekkür edirik. Sabah yoldaşlarınızla məktəblilər gecəsinə gəlin. Sabah? Onlar, biz onları görməyəcəyik. Öyleyse televizyonla danışın. Televizyonla? Yox, məsələ ondadır ki, bilmirəm, sinətər başa salam. Onlar çox uzaqdadılar. Televizyon üçün uzaq məsafə. Rəşid, bu ki gülünç sözdür. Yox, siz məni başa düşə bilməzsiniz. Siz Başa düşə bilmərik, bu da sözdür. Sən bizi nə hesab edirsən? Yox, elə deyil. Mən demək istəyirəm ki, bu mümkün deyil. Bizim uşaqlar sizinlə görüşə bilməzlər. Siz buradasınız, amma onlar bura heç nələ gələ bilməzlər. Bu nədir? Rəşid, məni Zərifəni bir yerdə çək. Məni də çək. Hamımızı bir yerdə çək. Yaxşı, burada durun. Qoyun arxanızda o təzə saray görün. Oradan təzə oldu, 2001-ci ildə tikilib. 2001-ci ildə? Əlbəttə. 2001-ci ildə? Bax belə. Çəkirəm. Bir də. Oldu. Rəşid, şəkillərimizi göstər bizə. Necəni göstər? Əvvəlcə yerə negativ çıxardam, sonra şəklinizi çap edəm. Bu ki Nuh ayamından qalma aparatdır. Sən nə deyirsən? Bu startdır, özü də sonuncu model. Rəşid, keç uşaqların yanına. Gözlə, qoy mən də durum. Rəşid, heykel kimi donub qalma. Gəl, söhbət et. Zərifə, qızları qucaqla. Bax belə, gülümsən. Rəşid, gülgünə dişlərini göstər. Yaxşı. İndi də ora bax. Söhbət et. Zərifə, qızları qucaqla. Bax belə, gülümsən. Rəşid, gülgünə dişlərini göstər. Belə olar. Yaxşı. Ay aman, bu necə ola bilər? Bu əyyamından qalan aparatla çəkməsən, ola bilər. Bu qədimdən qalma aparatı isə muzeyə bağışla. Bunlar nə kitablardır? Dərs kitablarımızdır. Baxmaq olar. Niyə olmur? Sən mənə dəftər verdin. Foton mühərrikləri. Planetlər arası raketlərin quruluşu. Xahiş edirik bu kitabları bizə verəsiniz. Bəs sizinkilər hanı? Belə kitablarımız yoxdur. Elə isə götürün. Təşəkkür edirik. Bircə bu kitabları başa düşə bilsəydik,
Başa düşərsiniz, onlarda çətin bir şey yoxdur. Siz bunların hamısını bilirsiniz. Meğer sen zərif şagirdsən. Bu nə sözdür, Rəşid əlaçıdır. Elisi də görüm, Mars'a birinci kim uçub? Bilmirəm. Ay oğlan, belə sadə suala cavab verə bilmirsən. Axı bu sualın nəyi sadədir? Rəşid, bir bura gəl. Bu nədir? Elektron imtahançıdır. Otur, qorxma. Ana dili. Uşaqlar, Gördünüz, mən sizə demədim. Bədən tərbiyəsi. Rəsmi xət. Zərifə, niyə onu yalnız Hasan dərslərdən imtahan edirsə? Bəs fizikadan necə? O fizikadan sinifdə birincidir. Nə danışırsan? Onlar fizikadan təzə şeylə bilirlər. Otur. Fizika. Əlaçıya bax. Kosmosu uçmaq. Sıfır! Rəşid, dur, imtahançı xarab olub. İmtahançı xarab olub. İmtahançı xarab olmuyor. Düz işləyir. Uşaqlar, niyə yubanırsınız? Axı bizim bugün Mars'a ekskursiyamız var. Tez olun, gedək. Mars'a ekskursiya? Əlbəttə. Bizi də aparın. Gedin uşaqlar, tələsiniz, evdə qalın. Bax, bura oturun. Müəllim gəlir. Salam uşaqlar. Salam Eyniman. Növbətçi kimdir? Mənəm. Hamı yığılıb? Bəli, 2 nəfər də təzə gəlib. Ha, təzələr sizsiz. Adın nədir? Zərifə Ağazadə. Səninki? Mirzəyev Rəşid. Paltarlarınız biraz qədim yanadır. Siz heç Marsda olmusunuz? Xeyr. Baxtınız gətirib, biz bugün bütün günü Marsda olacağıq. Əyləşin. Kəmərləri bağlayın. Kəskin hərəkətlər eləməyin. Bəs sürücü hanı? Budur. Bax, bu pult bütün uçuş zamanı gəmini idarə edir. Bunun üçün yalnız düymələri basıb, cihazların hərəkətinə nəzarət etmək lazımdır. Bir baxın. İndi qayışları açmaq olar. Qayışı var, onlara bax. Rəşid, ora bax. Uşaqlar, burada gülməli bir şey yoxdur. Adi çəksizlikdir. Yoldaşlarınıza köməkliyin otursunlar. Bu da bizimki kimin rakettir? Salam Vasili Dmitrievich. Salam Eyniman müəllim. Siz öz yetiştirmələrinizlə hara belə? Yaxına, yeni yeriyə. Ya siz? Biz Mars'a. Yadınızdan çıxmasın. Bugün akşam saat 8'de məktəb müşavirəsi var. Çalışın, gecikməyəsiniz. Yaxşı yol. Xudahafiz. Uşaqlar, indi biz ayın yer kürrəsindən görünməyən hissəsi üstündən keçirik. Kim ayın bu hissəsi haqqında ətraflı danışar? Rəşid, sən danış. Otur, otur. 1959-cu il aprelin 4-də Sovet İttifaqından Ay'a bizim kosmik raketimiz göndərilmişdi. Bu raket 65.200 kilometre mesafədən Ayın bizə görünməyən tərəfinin foto şəklini birinci dəfə olaraq çəkmiş. Ayın öbür üzündəki ən əhəmiyyətli obyektlər belə adlandırmışlar. Böyük krater dənizi Moskva dənizidir. Onun cənub hissəsindəki körfəz Astronavtlar körfəzidir. Kifayətdir. Zərifə,
Ardını sən danış. Cənubdakı krater Tsiolkovski krateri, qərb hissədəkilər isə Lomonosov və Joliot-Curie kraterləri adlandırılmış. Dağ silsiləsi Sovet silsiləsidir. Cənub-şərqdəki dəniz Arzu dənizidir. Çox gözəl. Hər ikinizə 5 yazıram. Görünür siz bir neçə dəfə ayda olmusunuz. Yox, biz bir dəfə də ayda olmamışıq. Düzdür. Elə isə biz məhz sizin üçün aya inərik. Sizinlə birlikdə növbətçi də gedəcək. Vaqif, təbliğələri hazırla. Ha, lap yaxşı. İndi isə gedin. Amma ehtiyatlı olun. Ama ne şekiller çıkacak? Reşit! Neredesin? Reşit! Buradayım! Tut beni! Hünerin gözün elinden tutar. Reşit, yoksa ezilmişsin. Sovyet İttifakı'nın dön beni. Dön be! Gör necə atlanırlar. Keçi kimi. Sovyet İttifakı'nın dön beni takmışım. Ha, uşaqlar, bu Wimpel'i Aya Sovet İttifaqının kosmik raketi 1959-cu ildə gətirmişdir. Olur bakın. Sentyabr 1959 il. Uşaqlar, səfərimizə davam edirik. Dayan, dayan. Sən bu xalatı hardan götürmüsən? Bu xalat bizimdir Eynullah müəllim. Belə xalatı muzeydən götürüb geymək? Axı bu nə deməkdir? Eynullah müəllim bu xalat bizimdir. Bəli bu bizim xalatdır. Heç utanmırsınız, yalan danışırsınız. Eynullah müəllim biz doğru deyirik. Axı bu bizim xalatdır. Bunu bizə məşhur sehirbaz İyakio verib. Mən özüm də əvvəlcə inanmırdım ki bu xalat sehirlidir. Amma sonra... Sehirli xalat? İndi başa düşdüm.
Yer kürrəsi, yer kürrəsi. Danışan 1832 nömrəli kosmik rakettir. Uşaqlardan ikisi xəstələnib. Biz geriyə qayıtmağa məcburuq. Eynullah müəllim, lazım deyil. Biz sağlamıq. Sizin yanınıza da bu xalatda gəlmişik. Bu xalatda Ona görə də biz xalatı qızıl balıqlı üzünə geymişdik. İcazə verin. Əgər indi mən desəm, Kintamani işvara, Amaravati Chandrika. Hani Zərifə, hani kitablar, hamısı məhv oldu. Rəşid! Uşaqlar! Rəşid! Rəşid qardaşım! Sənə nə olub Rəşid? Nə danışırsan? Kitab nədir? Bütün dərslərə aid. Nə ki tapşırmışdınız, hamısını tapmışdıq. Hamısını. Bəs Zərifə anı? Nəsə səninlə qayıtmayıb? Gələcəkdə qaldı. Taksir məndə deyil. Xalatın sehirli olduğunu göstərmək üçün əynimə giyən kimi... Bu nə işdir? Bəsdir sızıldadın. Xan nə oldu? Cəhənnəm olsun xan. Hayır kitablardan. Başa düşürsünüz, kitablara hayıflanıram. Axı xan hardadır? Siz onu tapa bildiniz ya, yox. Xan gələcəkdə şüşə qapaq altında oturur. Diri? Yox, diri niyə? Avtomat kukla. Kukla? Əlbəttə. Özü də muzeydə, tarixə aid dərs vəsaiti kimi. Yerin yaxşı düzəldin. Dayanın. Az qalmışdı unudum. Gələcəkdə çoxlu şəkillər çəkmişəm. Çap edib göstərərəm. Elələri var ki, lap heyran qalacaqsınız. Onlar aparatdadır. Hə, hələ onu boşalmamışam. Biz sizə görə çox qorxurduq. Axı Yekə baba demişdi... Yox canım, bir hadisə baş vermədi. Çox maraqlı geçti. Rəşid, ya burada heç bir şəkil görmür? Neynədir? Şəkilləri sığa verdin, hamısını körladın. Axı burada heç bir şəkil yoxdur. Kim bilər ki, belə şuursuzmuş? Şuursuz aparatındır. Çəkirsən, amma arada bir şey yoxdur. Onunla nə danışırsan? Yaz onun foto dörnəyinə. Rəşid, gəl keyfini pozma. Düzdür, hayır bu şəkillərdən. Amma sən əsas məsələni bilmirsən. Xan özünü gələcəyə sala bilmir. O ancaq keçmişə qayıda bilər. Onun yeri elə oradır. Xan! Yener dostlarıma salam. Peki, keyfin necədir? Uşağa inanmayın, hile gəlir. Eşime kan tekrar, bırakın beni. Bırakın! Bırakın beni! Vay belim ay! Mövsüm dayı, sizsiz? Bəs xan hani? İndi bizim zamanədə xan hardaydı? Axı xan buradaydı. 2 qutu barıt da gətirmişdi. O kutular hardadır? Oradadır. Gedək onlara baxaq. Gidin Budur kutular. Zərifə? Yok ki o baba. Bəs o birisi kutuda nə var? Ha, bu saat bilərik. Bəs gizli yok. Xalq üsyan edəndə xan bu gizli yolla qaçırmış. Şimdi mən də bu qapının sirrini bilmişəm. Baxın. Ada, sən neynədin? Uşağın bağır çatladı ki. Yok ki o baba. Bəs raketlər, kosmosda uçmaq. Bəs bunlar necə düzəlmişdi? Bax, belə. İndi gördünüz ki, İyokio babanın söz verdiği sehirli fokus hamam buydu. Bunda siz de iştirak ettiniz. Ax siz dediniz ki, Rəşidlə Zərifə gələcək uçsalar, başlarına böyük fəlakət gələr. Yadından çıxmayıb, istəyirdim biləm aranızda ən ürəkli və qoçaq kimdir. İndi bildim ki, vətəninizi dünyada hər şeydən artıq sevirsiniz. Belə gözəl uşaqların yaşadığı ölkə misilsizdir. İyokio baba, bəs o qoca kişi, uşaqlar, vəzirlər, fərraşlar hardadır? Onları görmək istəyirsiniz, gəlin bura.
Başla!